Salam, əziz və dəyərli tamaşaçılar. Sizləri Füzuliyə Axund Baxışı proqramının yeni buraxılışında salamlayırıq. Biz yenə öz dəyərli qonağımızla, dəyərli ruhani, ustad, şair Axund Azərsani ilə bir yerdəyik. Sözü çox uzatmadan verirəm sözü Axunda. Salam hacı, necəsiz? Aleykümselam, Allah razı olsun, teşekkür ederim. Hacı, inşallah növbəti qəzəli. Növbəti səsləndirəsiz, sonra da şərh. Cam içirəm mey ki dairə salmış hübabona, ayinədir ki əksi salır afitab ona. Zahid sual edərsə ki meydən nədir murad, bizdə səfadır onda küdurət cavabına. Qan yaş töküb yanında dönər ateşin kebab, məşuqə bənzər ateş və aşiq kebabına. Eylər könüldə əşk xətin şovquni füzun, oddan çıxar buxar saçıldıqca abona. Çeşmin mərizi oldu könül, lə'lidən əmət, rənci xumara düşdü, dəvadır şərabona. Təklifi cənnət eyləmə kuyində könlümə, çün cənnət əhlidir, nə verirsən əzabına. Məsdududur Füzuliyə meyxanələr yolu, ya Rəbb, hidayət eylə təriqi səvabına. Bu qəzəlin gedişatından görürsən ki, söhbət burada əsas mövzu mey, meyxanə bunlardan gedir. Klassik ədəbiyyatda mey, meyxanə nədir? Meyxanə məna adamlarının yeridir. Meyxanə məna adamlarının yeridir. Yəni, dünyanın bir zahiri var, bir batini var. O kəslər ki, batinlə, içəri ilə maraqlanır, onlar meyxanə əhlidir. Elə bir ki, insanın dünya bir dənə sədəfdir, insan onun cövhəridir. Dünyanın mənası insandır. İnsanın mənası, insan bir sədəfdirsə, onun cövhəri sözdürsə, insan olur bir dənə sədəf, onun içərisindəki məna olur onun sözü. Mey həmən o meyxanədə olan meydir ki, həmən o ariflərin meyxanəsində olan meydir ki, o mey insanı yarın həsrətinə dözməyə kömək eləyir. O da bir müddət ecəndir ya əslində. Füzulidə var, deyir ki, dedilər, qəm gedirər bağda, çox içdim sənsiz. Dedilər ki, bağda qəmi neyniyər? Gedirər. Gətirər, yoxa, gedirər. Aparar. Türklər gedirmək deyir də, aparmağa. Bu aparar bağda içsin qəmi. Çox içdim sənsiz. Dərd-i hicranə müfid olmadı, ol qan olmuş. Qan da qırmızıdır, şərab da qırmızıdır, ona qan olmuş, ona görə deyir. Bir. İkincisi də ki, artıq mən hələ bir dənə məqamdayım, həsrətim o yerə gəlib çatıb ki, artıq mey də mənə neynəmir? Bir çarə eləmir. Özdə mey deyəndə insanı məst edən, bizim başa düşdüyümüz o şərabdan getmir söhbət ki, bunun elə ən bariz nümunəsi Füzuli deyir ki, necə bir vəsvəsə-yi əqlilə qəmnak olalım. Əqlim vəsvəsəsi ilə necə qəmə düşək? Gəlin alayışı qəmdən çıxalım, pak olalım. Qəmin sirkabından çıxaq, pak olaq. Necə? Nəşəyi mey tapalım. Meyin nəşəsini tapaq. Neyniyək? Piyan olaq, əqlimiz başımızdan çıxsın? Yox. Nəşəyi mey tapalım, qabili idrak olalım. İdrak əhli olaq. Sonra deyir, məst mədhuş xərabatı bibaş olalım. Həm onu irfanda deyilən mey var ha. Mey insanı dünya bağlantılarından qırır. Necə ki, niyə görə ona hələ məhz mey deyirlər? Necə ki, insan deyir, mən içirəm, dərdimdən içirəm, hamı bilir, biz dərddən içirik, falan, belə söhbətlər var ha. Bax, ona aid. Amma bu
mənəvi dərdlərdən gedir söhbət. Yəni, yardan ayrı düşmüşəm, ona görə o hansı məna meyin içirəm ki, vahiddə də var. Məni sərməst edən cami məhəbbətdir, gedək vaiz, bu sərxoşluq nə meydəndir, nə də meyxanələrdəndir. Bu, bir mənalı olaraq həmən meyə işarədir. O meyxanə aləmi ki var, məna şərabı. Ondan gedir söhbət. Deyir, cam içirəm, mey ki dairə salmış hübabına. Cam həmən o badədir. Onun içərisində ki, mey var, orada bir hübab əmələ gəlib. Hübab nədir? Köpük. Bir cam içirəm, mey ki dairə salmış hübabına. Bunu təşbih gətirir. Ayinədir ki, bir dənə güzgüdür ki, əksi salır afitab ona. Yəni, günəş ona əks salır. Zahid sual edərsə ki, meydən nədir murad? Onda cavab verirsən, bizdə səfadır. Biz ondan səfa görürük, keyf görürük. Onda küdurət. Cavab ona odur ki, sənin üçün küdurətdir, bizim üçün səfa. Kədər, bizim üçün nədir? Səfadır. Qanyaş töküb yanında dönər ateşin kabab. Bir ateşin yanında göz yaşı tökür, amma elə yanında fırlanır. Ateşlə, közlə kababı bir yerdə görərsən. Baxmayaraq ki, ateş onu yandırır və kabab da başlayır neynəməyə? Gözyaşı axıtmağa. Yəni, axı, közün üstünə kababı qoyarsan, gözyaşı tökülür, bəli. Deyir, qanyaş töküb yanında dönər, oza fırlanır, dönər. İki cürdür ya, bir belə dönür. Bir də ki, bu ikinci məna da odur ki, onun yanında fırlanır da, elə də, ondan ayrı düşmür. Qanyaş töküb yanında dönər, yanında elə fırlanar. Ateşin, kabab. Məşuqa bənzər atəş. Orada və deməkdir, atəş və məşuqa bənzər atəş, aşiq kababına. Məşuq bənziyir həmən o atəşə. Aşiqsə bənziyir onun başında fırlanan kababa. O onu yandırır, göz yaşı tökür, amma yenə də elə bir yerdədirlər. Əl çəkmir. Çünki əti elə hörmətə mindirən kabab olmaqdır, orada onu yandırmaqdır. Onun göz yaşı tökməkdir ki, nəticədə nə olur? Ortalığa nəsə çıxır. Dirəklər könüldə əşki xətin şovqını füzun. Mənim könlümdə əşk nədir? Göz yaşı. Əşk xətin şovqını füzun. Burada xətin nə deməkdir? Xət, yəni nə deməkdir? Sənin hüsnün, gözəlliyin, hüsn-i xətt deyərlər, gözəl xət. Yəni, xətt deyəndə hələ, yəni hüsn-i xətt də deyərsən, xətt də deyərsən, oradan məqsəd odur ki, sənin gözəlliyin, üzvün gözəlliyi. Və deyir ki, eylər könüldə əşk, ürəyimdə, könülümdə, içimdə göz yaşı, sənin gözəlliyin şovqunu biraz da füzun eləyər. Füzun yəni artırar. Göz yaşı necə ola bilər ki, könlümdə sənin gözəlliyi biraz da artırsın? Ona deyir, oddan çıxar buxar. Oddan neyniyər? Buxar çıxar. Saçıldıqca ab ona su tökdükcən, su sıçradıqcan oradan neyniyər? Buxar çıxar. Mənim göz yaşım içərimə axır könlümə. Ürəyim ki yanır, ateşin üstünə o sıçradıqcan neyniyər? Buxar çıxar, par çıxar da bizim dildə desək. Həmişə su 100 dərəcədə qaynayır. Buxar sudan həmişə daha yandırıcı olur. Bir yeri parxana eləmək istəyirsən, daşın yanar, daşın üstünə, odun üstünə neynirsən? Su səpirsən ki, biraz da nə olsun? Daha da isti olsun. Çünki buxar həmişə isti olur suyun özünə. Su özü 100 dərəcədə qaynayır. Buxar ondan 100-dən də yuxarı olur. Ona görə deyir ki, mənim gözümün yaşı içəriyə axdıqca buxar biraz da artır, istilik çoxalır, ürəyim ki yanır, istilik çoxalır və
sənin gözəlliyin şövqünü biraz da artırır ki, sənə qovuşmaq həvəsimi mənim biraz da artırır. Çeşmim mərizi oldu könül, lə'lidən əmid. Çeşmin mərizi oldu könül, lə'lidən əmid, rənci xumara düşdü, dəvadır şərabına. Biz məcburuq ki, bu beytləri mütləq mənada sözlərin kəlmə-kəlmə tərcüməsi belədir ki, çeşmin mərizi oldu könül. Mənim könlüm sənin çeşmivin, gözünün xəstəsi oldu, mərizi oldu. Yəni gözlərvə vuruldu da, aşıq oldu. Çeşmin mərizi oldu könül. Yaxşı, deyir, lə'lidən əmid. Ləl, qırmızı daşa deyirlər. Ləl, qırmızı. Əmid, yəni soruş günə. Soruş. Rənci xumara düşdü. O, elə bir rənc xumar, yəni məst olmağın, xumar olmağın əziyyətinə düşdü. Rənci xumara düşdü. Hələ ki, o qədər məst idi ki, o səhər durdu, baş ağrısına düşdü də. Sərxoşluğu əziyyət verir. Sərxoşluğun əziyyətinə düşdü. İndi sərxoşluğun əziyyətinə düşən adam tezdən nə etməlidir? Tezdən badə içməlidir ki, vəziyyəti düzəlsin. Deyir ki, çeşmin mərizi oldu könül, ləlidən əmid, ləlidən soruş kinən. Niyə ləli deyir? Çünki ləl ki qırmızıdır, şərab da qırmızıdır, o məqsədlə deyir. Rənci xumara düşdü, dəvadır şərabına. Bunun irfana açılışı nədir? Çeşmin mərizi oldu könül. Məlum məsələdir ki, həmən o gözlərə ki, o həqiqət aləminə gedən ki, yol var. Ora düşmək üçün könül nə oldu? Xəstələndi. Məriz o adama deyirlər ki, bu yolun yolçusudur, amma avara qalıb da, hələ tam istəyir ki, o yerə yetişsin ki, ona əlavə kömək lazımdır. Ləl sözündə, irfan ədəbiyyatında, o lüğətlərdə ləl dərvişin ürəyinə deyərlər. Ürəkdə qırmızıdır. Ürəkdə qırmızıdır. Ləl də qırmızıdır. O ürəkdən, o qanlı ürəkdən soruş kinən bunu. O qan, qırmızılıq, şərab nöqteyi nəzərdən. Çünki niyə? Dərvişin ürəyi bu yolda çox gedib gəlib bu yolu. Dərviş bu yolları çox gedib. Bu yolu bilən adamdır və dərviş də biləcək ki, mənim dərdim nədir ya? Yəni, həmən o şərabdır ki, hansı o məna şərabıdır ki, o həmən o əziyyətin filanın qabağını alsın. Çeşmin mərizi oldu könür, lə'lidən əmid, soruş kinən, rənci xumara düşdü, dəvadır şərabına. Artıq şərab bunun dəvasıdır, bunun başqa yolu yoxdur. Təklifi cənnət eyləmə kuyündə könlümə. Ariflərin məqamında belə bir şey var ki, səri-kuyi canan cənnətdən üstündür. Çünki Vaqiə surəsindədir ki, İza vəqatil vaqiə, o zaman ki, qiyamət baş verdi, ləysə li vəqətihə qazibə, bunu heç kəs təkzib eləyə bilməz. Orada insanları üç yerə bölür. Üç yerə bölür. Sağ tərəf sahibləri, sol tərəf. Sağ tərəf sahibləri cənnət əhlidir. Sol tərəf sahibləri günahkarlardır. Amma cənnət əhlinin bir dənə də o sağ tərəf sahiblərindən də üstünə sabiqun, o əvvəl gedənlər var ha. Elə bil ki, onların cənnəti ilə sağ tərəf əhlinin cənnətinin fərqi ayrıdır. O daha sabiqunlar daha üstündür. Və burada elə bir məsələ baş verir ki, Füzuli burada ümumiyyətlə ortalığa misal çəkib qoyanda cəhənnəmlə cənnəti müqayisə eləmir, cənnətlə səri-kuyi cananı müqayisə eləyir. Yəni, insan bu dünyaya gəlməyib ki, yaxşı ilə pisi seçsin. İnsan dünyaya gəlib ki, yaxşıdan daha yaxşını seçsin. Ona görə aşıqlar nə deyirlər?
Deyir, mən tərki şərabi ləbi yar eylədim oldu. Mən tərki şərabi ləbi yar eylədim oldu. Yarımın dodağının şərabını tərk elədim oldu. Sonra neynədim? Zəhri qəmi hicri ilə mədar eylədim oldu. Ayrılıq qəminin o zəhəri ilə kompromisə gəldim. O da oldu. Oldu. Deyir, vaiz, demək ki, cənnəti tərk eyləmək olmaz. Mən tərki səri kuyi nigar eylədim oldu. Yəni, səri kuyi nigar cənnətdən də üstündür. Ona görə deyir ki, təklifi cənnət eyləmə kuyündə könlümə. Mən sənin kuyündəyəm. Mən səri kuyündəyəm sənin. Ora gəlib çatmışamsa, mənə cənnət təklif eləməginə. Niyə? Çün cənnət əhlidir. Nə verir sənə əzab onun? Onsuz o cənnətdədir. Nə var? Niyə əziyyət versin ona? Axı, cənnət əhlinə əziyyət verməzlər. Sonra deyir, məsdududur Füzuliyə meyxanələr yolu. Məsdud sədd sözündəndir. Yəni, bağlı, sədd çəkilib. Çin səddir. Sədd bir şey bağlamaqdır, düzdür. Məsdud, yəni bağlanmış, isim məfuldur. Füzuliyə meyxanələrin yolu bağlıdır. Ariflər üçün meyxanə yolunun bağlanmağı, hidayət yolunun bağlanmağı deməkdir. Yəni, çünki arif diyana bilməz, ged-gedə qalxmalıdır ora yuxarıya. Onun üçün o məna şərabı lazımdır ona. Hər kim istər özünü sərvəri əyyam eləsin, dəri meyxanəni öpsün, tələbi cam eləsin. Seyyid Əzim Allah rəhmət eləsin, Seyyid Əzim deyir. Kim ki istər özünü sərvəri əyyam eləsin, hər kəs ki istəyir özünü zamanəsinin rəhbəri eləsin, dəri meyxanəni öpsün, meyxanənin qapısını öpsün, tələbi cam eləsin, cam tələbi. Sən nə kutahisən ey şam visali dilbər, sən nə qısasan ey yarımın qovuşmaq gecəsi, həq mənim ömrümü kəssin, sənə ənam eləsin. Və yaxud da ki, meyxanə üçün deyir ki, fəthi meyxanə üçün oxuyalım fatihələr, Füzuli deyir. Meyxanənin fəthi üçün. Fəthi meyxanə üçün oxuyalım fatihələr. Ola ki, üzümüzə açıla bir bağlı qapı. Bir qapılar üzümüzə açılsın. Tutsa hər gümrəhi meyxanəni başdan soğudu, verəcək sağıda peymanəni başdan soğudu. Meyxanə yoluna düşmək, o məna şərabını içmək, o gözəl bir şeydir. Hətta Seyyid Əzim deyir ki, çəkməyin Seyyid İlla məzhəbi meyxanə sarı. Kafəri Kəbə ara hansı müsəlman aparır. Yəni, o qədər müqəddəs bir şeydir ki, o məna şərabından içmək. Deyir, məsdududur Füzuliyə meyxanələr yolu, ya Rəb hidayət eylə, təriqi savabına, savab yolunu neynəginə? Hidayət, sətdə açda özümə. Bəli, savab yoluna hidayət olsun, Füzuli çatsın ki, həmən o məna şərabına yetişsin. Durub deyərsən ki, ondan üstünü yoxdur, var. Müəyyən yerə çatmaq üçün ondan istifadə eləyirsən ki, ta ki, o lazım olan yerə çatasan. Lazım olan yerə çatanda isə artıq şəraba nifrət eləyir. Çünki o vaxta qədər idi ki, dərmanı açan içərsən xəstələnəndə. Elə ki, tapdın şəfanı dərman içmək sənə əziyyət verər. Ona görədir ki, ləl-i ləbün səfadə kim badə-i navbidən keçər, badəpərəst digər onu yiyorsa şərabidən keçər. Bu həmən məsələdir. Ki, o getdim, çatdım o yerə ki, ləl-i ləbi canana ki, gəldim, çatdım o dirilik suyuna, həmən o istədiyim məqama gəldim, çatdım. Əlbəttə ki, bunu Seyyid Əzim deyir də, ləl-i ləbün səfadə kim badə-i navbidən keçər, yəni üstünlüyü keçər də ondan. Badəpərəst digər onu görsə, şərabidən keçər, şərabidən əl çəkər. Bu sözü də Seyyid Əzim deyir. Hansı məqam üçün? O məqam üçün ki, artıq ləl-ləbə gedib yetişmisən. Amma o vaxta qədər ki, şərab tərəb, hər kim istər özünü sərvər əyyam eləsin, dəri meyxanəni öpsün, neynəsin, tələb-i icam eləsin. O yerə çatana qədər bu lazımdır. Kitab oxuyana qədər əlifba lazımdır.
əlifba öyrənəndə əlifba kitabı əlindən düşmürdü. İndi əlifba əlifə götürsən əyib daxı. İndi tamam başqa kitablar oxumalısan. Və bu etap deyilən məsələlər ki, bəzi yerdə meyi məzəmmət eləyir, bəzi yerdə meyi o qədər tərifləyir ki, deyir, vaiz meyin məzəmmətini etmir savab üçün. Seydizm deyir. Vaiz, moizə eləyən. Meyi pisləmir. Məzəmmət də, yəni danlaq mənə. Deyir, vaiz meyin məzəmmətini etmir savab üçün. Savab üçün eləmir. Dildə bəhanədir sözü zikri şərab üçün. Nə şərab sözünü dilinə yetirsin deyə. Aşiqin o halı var ki, hər şeyi bağlayır, nəyə? Yara etmək üçün. O şərabın o qırmızılığını da belə istəyir ləl-ləbə yetişmək üçün. Həmən o ləl-ləb deyilən şeydə bu haqda inşallah danışacağıq. Yəni ləl-ləbə yetişmək o hikmət aləminin özünə çatmaqdır. Hikmət aləminə çatmaqdır və o hikmət bulağından içib yara qovuşmaqdır, əbədi həyatı tapmaqdır. Necə ki, deyir, tutiyəm şəkkərə ey dil həvəsim var mənim, əmərəm ləblərüvi ta nəfəsim var mənim. Mevt-i cismanım ilə sanma mənim ölməyimi, seyyida ölmərəm aləmdə, səsim var mənim. Məndən bu. Təşəkkür edirik sizə. Allah sizdən razı olsun. Növbəti verilişlərəcən sizinlə və dəyərli tamaşaçılarımızla sağollaşırıq. Salamat qalın.